Bir qala dövlətdə bir şəhzadə yaşayırdı. Şəhzadə nədir? Elə bir kraliçə. Və bu kraliçə qapalı bir dairəyə düşmüşdü. Əvvəlcə qorxulu bir şey hiss etmədi. Ev, iş, hamıda olduğu kimi. Amma bir neçə il sonra hər şey canına yığıldı və bezdi. Evdə yeni şeylər, qazanlar, uşaqlar, paltar yuyan, təmizlik. İşdə də maaş azdı, çıxıb getməyə də yer yoxdu. Bir dəfə kədər qəm içində işdən gəlirdi. Yavaş-yavaş, tələsmədən gedirdi. Uşağı uşaq bağçasından götürməyə. Hələ tez idi, buna görə də gəzməyə qərar verdi. Böyük bir ağacın kölgəsində skamya gördü və oturub dincəlməyə başladı. Birdən eşitdi, "Salam əziz xanım", deyə qadın salam verdi. Kraliçə təəccübləndi, az qala yerindən sıçradı. "Salam", cavab verdi, amma danışmağa nə gücü, nə də həvəsi vardı. "Görürəm bu qapalı dairədən yorulmusan", qadın söhbətə başlamışdı. "Bəs siz hardan bilirsiniz və ümumiyyətlə siz kimsiz?" Kraliçə kobudcasına onun sözünü kəsdi. "Məni hamı məsləhətçi adlandırır." "Pulsuz məsləhət paylayırsınız?" deyə qız istehzalı şəkildə güldü. "Belə də demək olar." Qadın heç incimədi. "Məsləhətləri yalnız buna ehtiyacı olanlara və çox xahiş edənlərə verirəm. Çoxlarını heç etmirəm, çünki mənim məsləhətlərim hamıya çatmaz." "Mən sizdən heç nə xahiş etməmişəm və sizin məsləhətlərinizə də ehtiyacım yoxdur." Kraliçə olduqca kəskin şəkildə dedi və skamyadan qalxdı. "Sənin üçün istisna etdim və özüm gəldim. Görürəm ki, öhdəsindən gələ bilmirsən, amma kömək və ya məsləhət istəməyə qürurun imkan vermir." "Bəli, imkan vermir. Bu zibilə özüm başlamışam, özüm də təmizləyəcəm." "Bəs təmizləyə bilməsən?" Məsləhətçi dodaqlarının kənarı ilə gülümsədi. "Niyə edə bilməyim ki? Giriş hardadırsa çıxış da oradadır." Kraliçə bunu dedi və qadına çağırışla baxdı. "Sən yaxşısı budur, otur və gəl hər şeyi aydınlaşdıraq. Hər zaman çıxış girişin olduğu yerdə olmur. Bəzən fərqli də olur. Kimiləri üçün ora çıxışdır, kimiləri üçün isə giriş." "Siz demək istəyirsiniz ki, mən yanlış yerə baxıram, öz çıxışımı lazım olan yerdə axtarmıram?" deyə qız təəccübləndi və skamyaya oturdu. "Və sən ümumiyyətlə düşünmüsən bu lazımdır sənə? Bu çıxış hansı mənada? Birbaşa mənada. Bəlkə sən öz qapalı dairəni sevirsən, bundan hansısa bir fayda əldə edirsən." Məsləhətçi kraliçaya özünü çevirdi və düz ona baxdı. Qız ondan uzaqlaşdı. Söhbətdən uzaqlaşdı və həyəcanla düşünməyə başladı. "Mən hansı faydanı əldə edirəm? Qapalı dairə necə xoş ola bilər? Dairəvi qaçış necə xoş ola bilər axı? Mən bilmirəm ki." "Sən bütün bunlarda nə tapmısan ümumiyyətlə?" deyə qadın verilməmiş suallara cavab verdi. "Siz fikir oxuya bilirsiniz? Burada heç nə oxumaq lazım deyil. Hər şey sənin üzündə yazılıb." Məsləhətçi güldü. "Onda mən heç nə başa düşə bilmirəm. Qapalı dairə necə xoş ola bilər?" Kraliçə çaşqın idi və sual verdi. "Kimə xoş ola bilər axı bu?" "Sənə mütləq ki xoşdur. Çünki ondan çıxmağa qorxursan." "Mən ondan necə çıxacağımı bilmirəm. Və əslində heç qorxmuram." "Çıxışı bilirsən, amma özünü ora addım atmağa icazə verə bilmirsən", deyə məsləhətçi yekunlaşdırdı. "Bəs birdən bu çıxış yox, daha çox problem gətirərsə?" Kraliçə tamamilə çaşqın idi. "Yenə eyni şey." Məsləhətçi əllərini yana açdı. "Sən özünü eşidirsən? Ora getməyəcəm. Çünki qorxuram. Bəlkə sən yaşamaqdan da qorxursan. Qapalı dairədə isə yaşamağa o qədər də ehtiyac yoxdur. Sadəcə dairə üzrə get və salam. Uğursuz həyatından rəfiqələrinə şikayət et. Belə daha asandır. Uşağı danla və ona de ki, anası yorulub. O uşaq nəyə layiq olub?
Həmişə yorğun bir anaya görməyə. Əri də yəqin həmişə qıcıqlandırırsan. Mənim əlim yoxdur. Kraliçə qaşqabağını tökərək dedi. Elə buna görə də yoxdur ki, onlar axmaq deyirlər. Kişilər qadınla qapalı dairədə gəzmək istəmirlər. Onlara hava kimi azadlıq lazımdır. Bax, buna görə də ərə getməmişəm ki, kişilər azadlığı sevirlər və qadınların ardınca qaçırlar. Sən o azadlıqdan danışmırsan, deyə qadın ah çəkdi. Onlar hərəkəti sevirlər. Durğunluq onları sadəcə öldürür. Onlar səninlə birlikdə dairə üzrə gəzmək istəmirlər. Onlar qadınla həyat yolu ilə getmək istəyirlər. Dan yerini görmək, qürubu qarşılamaq, yeni bir şeylər kəşf etmək, hər günə sevinmək. Bəs səninlə necə? Evə gəlirəm, sən orada oturmursan və səndən heç bir yenilik yoxdur. Sən qapalı dairədən gileylənirsən, amma çıxış yolu axtarmırsan ya da tapmırsan. Ya da tapırsan, amma ona getməyə qorxursan. Deməli, hər şey təkcə mən günahkaram. Qız üsyan etməyə qərar verdi. Yaxşı, bu sənin qapalı dairəndir də, hə? Özün yaratmırsan. Özün də günahkarsan. Bəs indi mən nə etməliyəm? Sən dairənin bütün addımlarını bilirsən. Nələri? Kraliçə anlamadı. Səhər durursan, az maaş verilən və çox şeyin səni qane etmədiyi işə gedirsən. Axşam yorğun arğın uşağı bağçadan götürməyə gedirsən, evə gəlirsən, sən internet arxasına keçirsən və uşağa deyinirsən ki, sənə dəyməsin. Sonra uşağı kompüterin arxasında oturturursan, sonra döşəməni silirsən, qabları yığırsan, əl üzünü yuyub yatırsınız. Belədir. Hə, təxminən belə. Xırdalıqlar burada vacib deyil. Əsas odur ki, ümumi məna aydındır. Deməli, sənin işin səni qane etmir. Belədir? Bəli, qız sakitcə cavab verdi. Yenisini axtar, məsləhətçi kəskin şəkildə dedi. Ya da öz işini yarat. Amma burada bir sakitlik, bir sabitlik var və hər şey... Deməli, istəmirsən, deyə qadın sözünü kəsdi. Uşaqla məşğul olmamaq üçün onu kompüterlə əyləndirməmək qərarına gəlirsən, yox, əyləndirmək qərarına gəlirsən. O da orada oturarkən sən rəfiqinə şikayət edirsən və belə də davam edir. Düzdür? Bəli, amma növbəti boş söhbət. Və bundan sonra daha mı asan olur? Xeyr. Kraliçə artıq məsləhətçi ilə mübahisə etməyə dayanırmışdı. Bəs qapalı dairədən çıxmaq üçün nə etdin? Heç nə. Deməli, qorxuruq və dünyaya, insanlara, günəşə, həyatında ola biləcək kişiyə tərəf çıxmaq istəmirik. Qadın növbəti yekunu vurdu. Bütün ömrü boyu qorxunun ipində oturub qalacaqsan. Səni dairə yox, sən o dairəni saxlayırsan. Kraliçə 5 dəqiqə sustu, eşitdiklərini düşünüb dərk edirdi. Məsləhətçi də onu tələsdirmirdi, gözləyirdi. Bəs indi nə etməliyəm? Nəhayət qız dilləndi. Dairəndəki addımlarını dairə içinə yox, dairədən kənara atmaq öyrənməlisən. Əvvəlcə birini, onun ardınca ikincini atacaqsan və dairə üzrə yox, irəli gedəcəksən. Deyə qadın cavab verdi. Bəs nədən başlayım? Səni ən çox bezdirəndən, qalanları isə lazım olmadığı üçün özü-özünə aradan qalxacaq. Tamam, təşəkkür edirəm, cəhd edəcəyim. Kraliçə təşəkkür etdi və skamyadan qalxdı. Sağlıqla, sadəcə cəhd etmək lazım deyil, artıq hərəkət etməyin vaxtıdır. Məsləhətçinin səsi səssizlikdə əridi. Kraliçə geri boylandı, skamyada artıq heç kim yox idi. Bəyəm bu məsləhətçi həqiqətən orada var mıydı? Qız fikirləşərək skamyadan uzaqlaşdı. Kiçik addımlar atmaq lazımdır. Dairədən uzaqlaşmaq lazımdır.
Kraliçəyə səslər əks-səda kimi çatırdı. Yaxşı, mən bugün birinci kiçik addımı atacağım. Məsləhət üçün təşəkkürlər. Qız boşluğa qışqırdı. Buyur, lazım olduqca səslən, deyə səsləndi. Boşluqdan məsləhət çıxardı.